Salam uşaqlar. Bugünkü OTK sınağının izahına başlayaq. 1699-cu il Osmanlı dövləti Prut müqaviləsi imzalamayıb, çünki Prut 1711-ci ildədir. Cavab B variantıdır burada. Mərkəzi Avropada xeyli ərazilər itirilməsi bu Karlovitsa sülhünə əsasəndir. Bilirik ki, Krım xanlığının müstəqilliyini tanımayıb, çünki Krım xanlığının müstəqilliyinin tanınması 1774-cü ildədir. Rusiyaya Qara dənizdə üzmək hüququnun verilməsi 1791-ci il yazısıdadır. Səfəvilər dövlətinin mühüm ticarət yollarını işğal etməsi də bu dövrə aid deyil. Daha sonra 32-ci testə baxaq. Qərbi Roma imperiyasının fərqli olaraq Bizans. Biz Bizansa xas cəhət tapacağıq. German tayfalarının hücumuna məruz qalmışdır. Bu yanlışdır, Romaya aiddir. Cavab burada da B variantıdır. Ərəb xilafəti ilə müharibələr aparmışdır. Çünki Qərbi Roma Ərəb xilafətini görmür, amma Bizans 1453-ə qədər yaşadığına görə Ərəb xilafətini görmüşdür. Roma imperiyasının qərb ərazilərini əhatə etmişdir. Bu da Qərbi Romaya aiddir. 4-cü əsrin sonu hər ikisinə aiddir. Erkən orta əsrlərdə süqut etmişdirsə Bizansa aiddir. 33-cü testə baxırıq. Şirvanşahlar və Teymurlar dövlətinin tarixinə aid oxşar xüsusiyyətləri müəyyən edin. Türk mənşəli sülalə, bunu çıxırıq çünki Şirvanşahlar ərəbdir. Bir olan variantlar getdi. Qaraqoyunlu dövlət, daha sonra Abbasilər xilafətinin zəifləməsi nəticəsində meydana gəlməsi 4 olan variantlar da gedir. Çünki Şirvanşahlar, nə də Teymurlar Abbasilərin zəifləməsi nəticəsində deyil. Cavab olacaq 2 və 3. Qaraqoyunlu dövlətinin hücumuna məruz mübarizə aparılması, bir də müəyyən müddət Təbrizdə hakimiyyət ələ keçirilməsi. Çünki Şirvanşahlar 1405-ci ildə Kür çayı sahilindəki döyüşdən sonra Təbrizdə İbrahim bir neçə ay hakimiyyəti ələ keçirmişdi, ta ki Qara Yusif gələnə qədər. Eyni zamanda Qaraqoyunlu dövlətinin hücumuna məruz qalmaqları da, hücumuna qarşı mübarizə aparılması da hər ikisinə aiddir. Çünki Teymurlərə Cahanşah hücum edib 1458-ci ildə, eyni zamanda Şirvanşahlarla da Qaraqoyunlular döyüşübdür. 34-cü test 1920-ci ilin yayında hərbi qüvvələrin Naxçıvan ərazisinə daxil olan dövlətləri xəritədə göstərin. Bu Moskva müqaviləsidir. Sülh məramlı kimi Naxçıvana daxil olmuşdu qüvvələr. Burada cavab 2 və 3-dür. 2 Rusiyadır, 3 isə Osmanlıdır. 4 İtaliya, 5 Fransa, 1 İngiltərə. Bunların heç biri daxil olmayıbdır. 35-ci test 15-ci əsrin 70-ci illərdə Moskva knyazlığının Ağqoyunlu dövlətinə elçi göndərməsinin məqsədi. Burada məsələn Moskva şirkətinin fəaliyyətini qarşısını almaq yanlışdır. Çünki bu Səfəvilərə aiddir. Ona görə 3 olanları çıxırıq. Trabzonu geri almaq üçün Ağqoyunluya kömək etmək, bu da yanlışdır. 4 olanları da çıxırıq. Ağqoyunlu tacirlərinin Qara dənizə birbaşa çıxışı nəylərinə lazımdır rusların, ona görə 5 olanları çıxırıq. Cavab 1 və 2 Y variantıdır. 36-cı test 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatından sonra işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilmiş tədbirlərə aiddir. Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının sancılması, bu yanlışdır. Bu 2020-ci ildə Xudafərin azad olunmasıdır. 18 oktyabr onda baş verib. A variantını çıxırıq. Füzuli Beynəlxalq Hava Limanı açılış mərasimi bu quruculuq dövründədir. Ona görə B-ni də çıxırıq. Hərbi qənimətlər parkının əhalinin ixtiyarına verilməsi, bu da 44 günlük müharibədən sonradır. Cavab olacaq D variantı. Xan kəndində Zəfər paradının keçirilməsi 8 noyabr stansiyası da 44 günlük müharibədən sonradır. Daha sonra 37-ci testə baxırıq. 1905-11-ci illər və 1917-20, eyni zamanda 41-46-cı illər Cənubi Azərbaycan hərəkatları. Demək, ilk dəfə qanunverici səlahiyyətə əncümənlər B gedəcək 1-ə. 1-ə B-nin getdiyi variantlar isə C və Y variantıdır. Azərbaycan dilinin Cənubi Azərbaycan ərazisində dövlətlə elan olunması D gedəcək 1941-46-cı il islahatına, hərəkatına. Əmək haqqında qanun da gedəcək 41-46-ya. Deməli, 41-46 3-dür, düzdürmü? 3-ə gedəcək D və Y. 3-ə baxaq, D və Y variantındadır. 1-ə isə B, ilk dəfə qanunverici. 2-ə isə C, demək Xiyabani. 3-ə D, Y, 4-ə isə A. Deməli, burada olacaq Y variantı.
Daha sonra uyğunluğu müəyyən edin. 1514-55-ci il müharibələr dövrüdür. Səbəblər gəlin buna baxaq. 1514-55-ci illər dövrü Səfəvlərin Şərqi və Cənub-Şərqi Anadolu ərazilərinin itirməsi. Bu doğrudur. Biri A gedir. Təbrizin Sultan Səlimin qoşunları tərəfindən işğal edilməsi. Təbrizdə bilirik ki, o qalmır. Ərzincan müşavirəsinin keçirilməsi. Ərzincanda da müşavirəni öncədən keçirmişdi Şah İsmayıl. Demək ki, 1-ə A gedəcək. 1-ə A, 1-ə A və 1-ə B gedəcək. İşğal edib, amma qalmır. Ona görə AB-ni götürürük. 2. 1578-1590-cı ildə Çıldır döyüşündə Osmanlıların qalib gəlməsi. Bəli, Çıldırda Osmanlılar qalib gəlibdir. 2-yə isə A, 2-yə A. 2-yə A çox yerdə var. Amasya müqaviləsi ilə yekunlaşması. Xeyr, bu yanlışdır. Bir də Şah II İsmayılın hakimiyyəti dövründə başlaması. Bu da yanlışdır. 2-yə A gedəcək. 1603-1639-cu ildə Xorasanın azad edilməsi. Xeyr, Xorasan 599-da azad edilib. Sufyanda Səfəvilər məğlub olunur, qalib gəlir. 3-ə isə C gedəcək. 3-ə C. Deməli, burada C variantı olacaq. 1-ə A, B, 2-yə, 3-ə isə C gedir. 39 göstərilənlər səbəb oldu. 2-ci Vaçenin xristianlığı təbliğ etməyə başlaması və Albaniyada 457-463-cü illər Sasani dövlətinin azadlıq dövlətinə qarşı azadlıq hərəkatının baş verməsi nəticəsində Urnar xristianlıq dövlət ili elan etmir, çünki 313-dədir bu. Albaniyada hakimiyyətin Sasani mərzibanların əlinə keçməsi olacaq. Cavab B, çünki uzun müddətli hakimiyyətsizlik dövrü 516-29-dur. Bu isə birinci hakimiyyətsizlik dövrünə təsadüf edəcək. Davam edək. Demək, 39-cu testdə B variantını götürdük. Albaniyada hakimiyyətin Sasani mərzibanların əlinə keçməsi variantı. Məzdəkilər hərəkatının yatırılmasının əlaqəsi yoxdur. Çünki Məzdəkilər 481-529-dadır. Ərəblərin Azərbaycan işğalçı yürüşü ola bilməz. Çünki Ərəb dövləti 630-da yaranıb. Amid döyüşündə Romalıların məğlub edilməsi isə demək, buna aidiyyəti yoxdur. Düzdür, Sasani Roma müharibəsidir, amma Amid döyüşü 359-cu ildədir. Yəni, Amiddə həqiqətən Romalılar məğlub edilib, amma o 359-cu ildədir. Yəni, bu üsyanla əlaqəsi yoxdur. 40-cı test qədim Manna dövlətinə aiddir. İran tərəfindən əsasının qoyulmasının birinci çıxırıq. Harda bir var, gedir. İskit tayfalarla birlikdə Urartuya qarşı mübarizə. Bu da yanlışdır. 1, 2, 1. Deməli, cavab 4, 5 olacaq. Ağsaqqallar Şurasının hökmdardan asılı olması eradan və 8-ci əsrin ikinci yarısından başlayaraq hakimiyyətin irsi keçməsi doğrudur. İranzodan sonra hakimiyyət irsən keçir. Midiya dövlətinin tabe edilməsi yanlışdır, çünki Manna özü Midiyanın tərkibinə daxil olub. 41-ci testə baxırıq. Azərbaycanın 3-cü Respublika dövründə, yəni yaşadığımız hal-hazırki Azərbaycanda 20-ci əsrin 90-cı illərinin birinci yarısı Gəncənin tarixi adının bərpa edilməsi aid deyil, çünki 1989-cu ildədir. Bir də harda A varsa, indidən çıxırıq, 3 variant getdi. BMT qəbul edilməsi 1992-ci il martın 2-sindədir, ona görə 1-ə 1 gedəcək. Torpaq islahatı haqqında qanun isə 1996-cı illədir, ona görə 1-ə yalnız B gedəcək. 1-ə yalnız B gedəni tapırıq. 1-ə yalnız B-də D və Y variantlarındadır. 2-yə baxaq. 20-ci əsrin 90-cı illərin ikinci yarısı NATO-nun sülhnaməli tərəfdaşlıq proqramı 1994-dədir. Konstitusiya məhkəməsi 1998-ci ildədir. Bakı Subsa Qərb neft kəmərinin istifadə edilməsi isə 1999-cu ildədir. 1-ə B, 2-yə isə B-ci, cavab Y variantı olacaq. Digər testə baxaq. 42-ci test. 17-ci əsrdə Avropada iqtisadi sahədə merkantilizm siyasətinin meydana gəlməsinə təsir göstərdi. Təbii ki, müsəlmanların Pireneya yarımadasından qovulması olmayacaq. Müstəmləkə işğalları və ticarətin inkişafı olacaq. Cavab C variantı. Merkantilizm, yəni ki, hər bir ölkə istəyirdi ki, öz ixracını idxalı məhdudlaşdırıb, ixracı çoxaltsın. Bu siyasəti əhatə edirdi. 43-cü testdədir. Doğru cavabı müəyyən edin. Dərbənd Əmirliyinin yaranması nəticəsində Azərbaycanın şimalının
da Sasanilərin hakimiyyətinə son qoyulması. Bu yanlışdır. İndidən bir olanları çıxırıq. A və C gedir. Mərziban İbn Məhəmmədin Azərbaycan torpaqlarının birləşməsi nəticəsində Salarilər dövləti ilə Ərəb xilafətin arasında müharibənin başlanması. Mərziban İbn Məhəmməd Azərbaycan torpaqlarını birləşdirir vahid halda, amma Salarilərlə Ərəb xilafəti arasında müharibə yoxdur. Ona görə 2 olan variantlarda bu başdan gedir. 1, 1, 2 getdi. Şəddadilər dövlətinin alanların yürüşünə məruz qalması nəticəsində Fəzl ibn Məhəmmədin Xudafərin köprüsü, bu da yanlışdır. 3 olan da getdi, qaldı 4 və 5. Onda 4, 5 düzdür. Gəlin indi 4, 5 oxuyaq. 1-ci Fərbursun Səlcuq dövlətinin tabe edilməsi, Azərbaycanın Səlcuqlar tərəfindən işğalının başa çatması doğrudur. 5. Azərbaycana Oğuz tayfalarının axınlarının baş verilməsi nəticəsində Bizans və Erməni Gürcü feodallarının Azərbaycana başlıqlarının qarşısı alınması doğrudur. Cavab Y variantıdır. 44-cü test. Almaniya 1941-ci ilin iyun ayında Seriya hücum etməklə demək, Yalta konferansında qərb sərhədlərinin tanınmasına nail oldu. Xeyr, Yalta 1945-dədir, Krım konferansıdır. A çıxır. Versal-Vaşinqton sistemi iflası. Xeyr, Versal-Vaşinqton sistemi Almaniya həbsləşmiş Reyn zonasına qoşun çıxarılması ilə olur. Cavab B variantı da gedir. C. Molotov-Ribbentrop paktının şərtini pozur. Bəli, cavab C-dir. Millətlər Cəmiyyətinin çıxdığını bəyan etməsi 1933-dədir. İlk dəfə almanların yaşamadığı əraziləri işğal etməsi də bu dövrdə deyil. Demək, onda olacaq cavab C. Sonra 45-ci test. 1924-cü ildə ABŞ tərəfindən hazırlanmış Daos planı nəyi nəzərdə tutmuş? Daos bilir ki, Amerika deyir, Almaniyaya gəlin kömək edək və təzminat ödənilməsinin vaxtını uzadaq. Cavab Y variantıdır. Digər variantlar isə yanlışdır. 46-cı test. Uyğunluq gözlənilmişdir. Doğru cavabı tapırıq. Qərbi Roma İmperiyasının varlığına son qoymuşdur. 4-cü əsrin 90-cı illərində 476-da süqut edib. A yanlışdır. Frank İmperatoru Böyük Karl ərəbləri məğlub etdi. Poitiers, xeyr, bu da yanlışdır. Karl Martel ilə olubdur Poitiers döyüşü. B gedir. Müqəddəs Roma İmperiyası meydana gəldi. Verden müqaviləsi imzalanması nəticəsində bu da yanlışdır. Verden 843-cü ildədir. Müqəddəs Roma İmperiyası 962-ci ildədir. Bizansla Böyük Səlcuq dövlət arasında müqavilə imzalanmışdır. 11-ci əsrin 70-ci illərində Bizansla bəli doğrudur. Mazgirt döyüşündən sonra imzalanmışdır. Justinian Kordova xilafəti ilə deyir, mübarizə aparmışdır. Kordovanı Justinian görmür, çünki Justinian 527-565-ci ildə hakimiyyətdə olubdur. 47-ci test. Xəritədə ulduzla işarələnmiş dövlətin tarixində 18-ci əsrin 20-ci illərinə aid oxşar cəhəti müəyyən edin. Ulduz bir Osmanlı, bir də Rusiyadır və 1720-lərə aid. Baltik dənizindən çıxış 1700-1721, bu yalnız Rusiyaya aiddir. Oxşarlıq. Səfəvilər dövlətinin ərazilərini işğal etməkləri. Cavab B variantı olacaq. Çünki 1723-cü ildə Ruslar, 1724-cü ildə isə Osmanlılar gəlib Səfəvləri tutublar. Konstitusiya, məsələn, Osmanlıda dövrdə konstitusiya yoxdur. Müqəddəs birlik desək, Osmanlı müqəddəs birliyə daxil olmayıbdır. Avstriya, Polşa, Venesiya, Malta daxil olubdur. Bir də Osmanlıya qarşı idi. Birlik bilirik ki, şərq məsələsi siyasətinin hədəfinə çevrilmələri də şərq məsələsi Osmanlıya qarşı idi, Rusiyaya qarşı deyildi. Demək, 48-ci testə baxaq. Xəzər dənizində Azərbaycan hərbi donanmasının yaradılmasının əsas rol oynayır. Bilirik ki, Nadir Şah yarada bilmir. Bu, İngilislərin Xəzərdə öz donanmalarını qoyub getməsi nəticəsindədir. 1919-un yayındadır. Cavab Y variantıdır. Digər variantlar isə yanlışdır. Çünki Türkmənçay müqaviləsi Xəzər dənizinin çıxışın Rusiyaya qadağan edilməsi yanlışdır. Əksinə Türkmənçay müqaviləsində Rusiya Xəzər onun daxili gölünə çevrilir. Nadir Şah Əfşarın Avropa dövlətlərinə hərbi gəmilər alması bu yanlışdır. Nadir Şah hərbi gəmi almır. Osmanlı ilə müharibə onun donanma yaratmasına mane olmuşdur. Mərziban ibn Məhəmməd donanma yaratmır. O ticarət gəmiləri üzrdə onun dövründə cavab Y-dir. 49-cu test. Qızıl Ordu dövlətinin əsası nə vaxt qoyulubdur? Bilirik ki, Qızıl Ordu dövləti Batı xanın qərbə yürüşlərindən sonra qoyulur. Yarımçıq qalır. O Polşa, Çexiyaya qədər gedib çıxsa da Böyük Monqol xaqanının ölümünü eşidib geri qayıdır və Qızıl Ordu dövlətini yaradır.
Məsələn, 13-cü əsrin sonunun 4-ün əvvəli yanlışdır, çünki söhbət 1243 bu dövrlərdən gedir. Onun qurultayı yanlışdır. Hülaki xan Azərbaycan işğal etməsi Hülaki dövlətidir, yanlışdır. Abbasilər xilafətinin varlığına son qoyulması nəticəsində ola bilməz. 1258-də Hülakilər yaradır. Cavab Y variantı Monqolların qərbə doğru yürüşləri nəticəsindədir. 50-ci test. Şimali Azərbaycanda Demokratik Hərəkatı 1905-7-ci illər dövrünə aid səciyyə və xüsusiyyətləri müəyyən edin. Muxtariyyət ola bilməz, çünki muxtariyyət ilk dəfə 1917-də tələb olunubdur. Harda bir varsa bu başdan çıxırıq. A və Y getdi. Milli siyasi partiya və təşkilatların formalaşması mütləq 1-2 olacaq. Azərbaycan milləti ifadəsinin mətbuatda işlənməsinə başlanması yanlışdır. Bu 1891-ci il kəşküldədir. 4 olanlar da gedir. Demək 1-1 olacaq. Bir də Milli Azadlıq Hərəkatının əsasının qoyulması. 1, bir də 5. E variantı. Eldənizlər dövlətinin mövcudluğu dövrə uyğun gəlir. Qazan xanın məhkəmə və rabitə islahatı keçirilməsi. Eldənizlər 1136-1225-dədir. Qazan xan Eldənizlərlə uyğun gəlmir. Çünki dövlət 1258-dən sonradır. Qazan xan özü də 1294-1304-cü illərdə hakimiyyətdə olub. 1295-1304. Eldənizlər görmür. Azərbaycanda əhalinin gezit vergisi Sasani dövrünə aiddir. Şərqə doğru baş vermiş xaçlı yürüşünün sona çatması xeyr. Şərqə doğru xaçlı yürüşləri 13-cü əsrin 60-cı illərinə qədər davam eləyir. Terek döyüşündə Teymurlərin qalib gəlməsi bu da heç ola bilməz. Onda cavab Y variantı olacaq. Böyük Monqol dövləti 1206-cı ildə yaranıb. Terek döyüşü də 1395-ci ildədir. İndi bəziləri deyəcək ki, müəllim onu demədi. 52-ci test. Azərbaycanda mezolit dövrü yeniliklərinin neolit dövründə davam etdirilməsi nəticəsində. Mezolit dövründə bilirik ki, heyvanlar əhəlləşdirir. Məsələn, metaldan məişət əşyalarının hazırlanmasını götürmürük. Çünki heç bir dövrdə metaldan məişət əşyaları hazırlanmayıb. 3 olan cavablar gedir. Qəbilədə qadınların mövqeyi güclü idi. Qəbilədə qadınların mövqeyi üst paleolitdən bu yana güclü olub. Həm mezolit, həm neolitdə də güclü olub. Qoşqu heyvanları olan cavabı da çıxacaq. 5 olan cavablar da çıxacaq. Demək 3 və 5 olan cavablar getdi. İstehsal təsərrüfatı formalaşırdı. İstehsal təsərrüfatının formalaşması yalnız bir dövrdə ola bilər da. Çünki neolitdə istehsal inkişaf edir, düzdürmü? Ona görə müxtəlif heyvanlar əhəlləşdirilir. Bir də 4 qəbilədə qadınların mövqeyi hər ikisində güclü idi və 2 və 4-ü götürürük. Biraz qeyri-müəyyən testdir. 53-cü test. Xronoloji ardıcılığı müəyyən edin. Ərəb xilafətinin meydana gəlməsi. Xilafət bilirik ki, Əməvilər dövründə yaranır da. Əməvilərin işğallarından sonra. 630-cu ildə Ərəb dövləti yaranır. Dəndənəkən döyüşünün baş verməsi 1040. Ərəblərin Qərbi Avropaya yürüşlərinin qarşısının alınması isə demək 732-dir. Onda birinci Ərəb xilafətinin meydana gəlməsini götürək. 1, daha sonra 3, daha sonra isə 2. Cavab olacaq 1, 3, 2. 54-cü testə baxaq. 20-ci əsrin əvvəllərində Böyük Britaniya Fransanın Mərakeşdə hakimiyyətini tanıdı, Cənubi Afrikanın işğalını başa çatdırdı. Cənubi Afrikanın işğalı, Cənubi Afrika İttifaqı yaranır 1910-cu ildə. Budur, başa çatdırılır. Hindistan uğrunda mübarizəyə başladı, bu ola bilməz. Çünki Hindistan uğrunda mübarizəyə əvvəldən başlayıb. Deməli, biri 1-dir, biri də 2-dir. Fransanın Mərakeşdə hakimiyyətini tanıyır və Cənubi Afrikanın işğalını başa çatdırır. 55-ci testə baxaq. Eradan əvvəl 3-cü əsrə aiddir. Atropatena Selevkilərin işğal altında olması. Bilir ki, eramızdan əvvəl 223-cü ildən bu yana Atropatena Selevkilərin tərkibindədir 190-a qədər. Biri 1-dir. Karfagenin Romanın əyalətinə çevrilməsi isə eradan əvvəl 146-cı ildir. Hindistan vahid halda birləşdirilməsi olacaq. 1-də 1 və 4. Alan tayfaları da bizim eranın 1-3-cü əsridir. Ona görə 3-ü də çıxırıq. 56-cı test. Azərbaycanın 1-ci və 2-ci Respublika tarihinə aid oxşar xüsusiyyətlər. 1-ci Respublika 1918-20-ci il AXC dövrüdür. 2-ci Respublika Sovet dövrüdür. Konstitusiya ola bilməz, çünki AXC-də konstitusiya yoxdur. Torpaqların paylanması da ola bilməz. Latın qrafikalı əlifba da ola bilməz. Cavab 2 və 5 olacaq. Çünki latın qrafikalı ümumiyyətlə AXC-də biz bilirik ki, aqrar islahat və əlifba islahatı keçirilməyib.
57-ci test Soyuq müharibə dövrü Türkiyə Respublikası. Soyuq müharibə 1946-dan 91-ə qədər davam edir. Truman doktrinası əsasında hərbi yardım alması, bəli, bu doğrudur. 1947-ci ildə imzalanıbdır. Brexit planı ola bilməz, çünki bu soyuq müharibə müasir dövrə aiddir. Ona görə B-ni götürməyəcək. Falklendi götürəcək. Böyük Britaniya, Yunanıstanın İndoneziya siyasəti Kipr qoşun çıxarması 1974-dədir. Ona görə D-ni də götürəcək. Montre konfransı isə 1937-ci ildədir. Ona görə onu da götürmürük. Deməli, indi nəyi, hansı hadisəni kimə götürürük? Trumeni götürürük Türkiyəyə, 1-ə A. Falklendi götürürük Böyük Britaniyaya 1982. Dəmir Leydinin dövründə olubdur. Yunanıstanın İndoneziya siyasətinə qarşı Kipr adasına qoşun çıxartmasını da götürürük. Təbii ki, Türkiyəyə. Demək, situasiyada deyir, 19-cu əsrin əvvəllərində Qacarlar dövləti Cənubi Qafqaza ərazi iddiaları edir. Çar hökumətinin əsaslı addımlar atmağa məcbur edir. Şərqi Gürcüstan işğal edilməsi və Qazax Borçal ərazilərini ələ keçirən Rusiya diqqətini Carbalakan cəmaətliyinə yönəldir. Başa düşdükdə burada 1801-ci ildə ilk öncə Qazax Şəmsəddin Borçalı Şərqi Gürcüstanla birlikdə Rusiyanın tərkibinə keçməsindən danışır. Qanıq çay sahilində döyüşdən sonra Çar komandanlığı yerli əhali ilə razılaşmaq qərarına gəlir. Söhbət andlı öhdəlikdən gedir. Tərəflər arasında imzalanmış sənəd ilə cəmaətlıq Rusiyanın himayəsi altına keçir. Rusiyanın Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün mühüm addım atılır. Andlı öhdəlikdən söhbət gedir. 1803-cü ildə imzalanıb Carbalakanla. 58. Mətndə bəhs edilən dövrdə Azərbaycan torpaqlarının işğalını sürətləndirən əsas amili göstərin. Sürətləndirən əsas amil Azərbaycan torpaqlarında vahid dövlətin olmaması və dağınıqlıq, feodal dağınıqlığı və xanlıqların mövcud olması, xanlıqların bir-birləri ilə mübarizə aparması. 59. Mətndə bəhs olunan sənədin şərtlərindən ikisini yazın. Andlı öhdəlik